Əslində qalsa Avropa, yəni uzun müddətdən sonra vəziyyətin ciddiliyini yavaş-yavaş dərk eləməyə başlayır. Yəni Avropa gözləyirdi ki, Tramp gələcək, nə bilim Rusiyanı yerində otuzduracaq, bu müharibə dayanacaq, amma göründüyü kimi elə dünən də özü də Tramp etiraf elədi ki, mən bu dərəcədə düşünməzdim. Yəni Rusiya mənim sözümü yerə salacaq, Rusiya bu qədər, yəni inadkarlıq göstərəcək, Rusiya bu qədər cinayətlərini davam etdirəcək. Bu Trampın dilindən səslənən fikirlərdir. Elə dünənləri, Bəli, yəni onun o deməli etirafı idi. açıq etirafları bir daha deməyə əsas verir ki, Avropa artıq ayılmalıdır. Mən bəyaları Mertsdən misal gətirdim ki, artıq Almaniya, yəni Ukraynaya uzaq mənzilli raketləri verir və bir ara sizlə, mən də, digər dostlarımız da əsəbləşirdik ki, bu nə oyundur? Hərə yaxasını kənara çəkir. Macron oradan yaxasını kənara çəkir. Merz buradan yaxasını kənara çəkir. Amma sən demə, yəni mən bugün oxudum və o çox ağıllı bir yanaşmadır. Deyir, bəzən rəqibi qıcıqlandırmamaq üçün aldadıcı fəndlərdən də istifadə eləmək lazımdır. Yəni Almaniya deməklə ki, vermirəm, yəni demək istəyib ki, altdan öz işlərini görürmüşlər və görüblər. Və mən sizə Atakamslarla bağlı, o raketlərlə bağlı dünən Voronejə ilk dəfə istifadə olunan Voronej hara, deməli Ukrayna ərazisi hara. Siz təsəvvür edirsiniz, Sevinç xanım. Ona görə də artıq o raketlər Ukraynaya veriləcək. Bunun susturmağın yeganə yolu, yəni bunu Ukrayna ram etməlidir və Ukrayna da bunu ram edəcək. Yəni bunu hansı şəkildə ram edəcək? İndi mən dilimə o sözü gətirmirəm. Hər halda ağıllı insanlar başa düşürlər ki, yəni bunu durdurmağın yeganə yolu bunu yalnız gücünə və belə deyək də Ukrayna. Yəni Ukrayna Avropanı bu günləri çox bəlalardan xilas eləyə bilər. Ona görə də Avropa artıq nəhayət ki qərarını verir. Siz deyirsiniz Polşa orada qoşunları hazırlayır. Bəli, Polşanın qulağının dibindədir və bilirsiniz ki, atdıqları, buraxdıqları dronların bəziləri yoluna hazır gedib Polşa ərazisində peyda olur və yaxud da ki, Rumıniya ərazisində peyda olur. Ona görə Avropa nəhayət ki, indi bunlar 2028-i hədəfləyirdilər, Sevinç xanım. Hələ sonranı hədəfləyirdilər, belə də tam hazır vəziyyətdə ola bilərik. Hərə yaxasını kənara çəkir. Amma eyni zamanda bilirsiniz ki, İspaniya ilə sonuncu görüşdə deməli uzaq mənzilli raketlər, hava hücumundan müdafiə sistemləri, ondan əvvəl deməli Danimarka ilə, İsveçlə, Finlandiya ilə digər məsələlər artıq Ukrayna tərəfindən həll olunur. Mən yenə də deyirəm, kim düşünür ki, yox, Ukrayna üçün kritik bir dönəmdir. Bəli, Ukrayna üçün çox çətin bir dönəm başlayıb. Amma bunlara baxmayaraq Ukrayna əlindən gələni edir.